Sualda deyir ki, eyni kütləli cisimlər bu qədər təcillə liftlə birlikdə yuxarı doğru hərəkət edirlər. Bu cisimlərin çəkiləri nisbətini tapın. Birincisi yazıb ki, bərabər yeyinləşən hərəkət edir. Onda sürət yuxarıdırsa, təcil də ondan eyni istiqamətdə olmalıdır ki, hərəkət yeyinləşən olsun. Yəni yuxarı. İkincisi bərabər yavaşlayan hərəkət edir. Sürət yuxarıdırsa, onda təcil və əvəzləyici qüvvə aşağı yönəlməlidir ki, hərəkət bərabər yavaşlayan olsun. İndi birincidə dayağın reaksiya qüvvəsi buradan göstərirəm. MJ ağırlıq qüvvəsi aşağı. Eyni qayda ilə ikincidə dayağın reaksiya qüvvəsi yuxarı, MJ ağırlığı da aşağı. Birinci üçün tənliyi yazanda N-dən MJ-ni çıxıb MA-ya bərabərləşdirmək lazımdır. Çünki təcil yuxarı yönəlmişdir. Ona görə reaksiya qüvvəsindən ağırlığa çıxıb Newtonun ikinci qanununa görə MA-ya bərabərləşdiririk. Bu halda N bərabər olacaq MJ üstəgəl A. İkinci halda isə təcil aşağı yönəldiyindən biz MJ-dən N-i çıxıb MA-ya bərabərləşdirməliyik. MJ minus N bərabər MA. Onda N bərabər olacaq MJ minus A. Və reaksiya qüvvəsi çəki ilə tarazlaşır. Qiymətcə bərabər olurlar. Ona görə də biz elə P1 böl P2 nisbəti üçün yaza bilərik. MJ üstəgəl A bölünsün MJ minus A. M'lər gedir. J 10'dur, A-nı da 2 veriblər. Yəni biz alacağıq 12 böl 8. 4'ə bölsək bu 3 eləyəcək, bu da 2. Yəni 3 bölünsün 2'dir nisbətimiz.